İnanın, nə kəsir pulunu verəcək pulum var idi, nə universitetə gedə biləcək pulum var idi. Bütün kurslara müraciət elədim və heç biri məni qəbul eləmədi ki, sənin təcrübən yoxdur. 5-ci sinif, 6-cı sinif belə götürdüm. Qoyurdum statusda, paylaşırdım, özüm postlər hazırlayırdım. Belə kiçik başlayırdım. Hansı ki 5 manat, 10 manat. Yəni belə mənə nə qalırdısa, yəni o mənə sevinc idi ki, yəni necə heç nəyim yoxdur. Yəni 5-10 manatla özümə o mənim üçün o qədər böyük bir uğur idi ki, o qədər mən həvəslənirdim. Mən Novruzova Elvina, N Akademiya Tədris Mərkəzinin təsisçi rəhbəriyəm. Bizim əvvəl bir çəkilişimiz olub. Artıq mən düşünürəm ki, ikinci çəkilişimizdə ikinci çəkilişə uyğun olaraq ən çox işimə, hansı ki N Akademiya qurmağa necə başladım, bunun barədə danışım. N Akademiya qurmağa əslində belə deyək də, yəni insanlar düşünür ki, əgər hər hansı bir insan biznes qurubsa, bunun üçün mütləq şəkildə maliyyə lazımdır, kimisə dəstəyi lazımdır. Bunsuz heç bir şəkildə mümkün deyil. Bir də hansı ki şans lazımdır deyirlər. Ən çox insanların özünə təsəlli verdiyi mənim şansım olmadı, mənim arxam dayağım olmadı və s. İndi mən öz hekayəmi danışacağım. Heç bir nöqtəni keçmədən, bəzən insanlar deyir ki, kulminasiya nöqtəsini keçib danışırlar, amma mən heç bir hissəni keçməyəcəm, hər birini danışacağım. Keçən videomuzda bir hissəni danışmamışam, onunla bağlı danışım. Deməli, mən hələ məktəbi yeni bitirmişdim. Ümumiyyətlə, uşaq olan vaxtlarından da mənim işləməyə həvəsim həmişə çox idi. Çox olub işləməyə həvəsim ki, çalışım, pul qazanım, ailəmə dəstək olum, həm özümə gələcəyim üçün dəstək olum, oxuyum. Bununla bağlı həmişə işləməyə həvəsli olmuşam. 11-ci sinifin bitməyini çox gözləyirdim ki, bitirim, universitetə daxil olum və həmçində işləyim. Yəni, çünki universitet vaxtı düşünmürdüm ki, ancaq təhsil alım. Çünki maliyyə lazımdır hər cəhətdən, kitablar və s. Və məktəbi bitirdim, imtahanları verdim, yekunlaşdırdım və özümə iş axtarmağa başladım. Hansı ki, fərqi yox idi. Yəni, hər hansı bir mağaz olsun, market olsun, har olur olsun işləyim. Onsuz da 3 ay müddətində evdəyəm və hələ universitet cavabımı almamışam. Qəbul cavabım hələ gəlməyib, çünki yeni bitirmişdim, imtahanımı yeni vermişdim. Mağazalara müraciət elədim, marketlərə müraciət elədim. Axırda bir geyim mağazasında işlədim. Demək olar ki, orada bir ay müddətində işlədim. Bir ay müddətində səhər gedirdim, səhər 9-da, axşam 10-da, 11-də çıxırdım. Haradasa